Azərbaycanın təhlükəsizlik və müdafiə sistemində qadınların sayı artır. Azərbaycanda qadınların hərbi və hüquq mühafizə orqanlarında təmsilçiliyi ildən ilə genişlənir. Onlar zabit, gizir, polis əməkdaşı, dövlət qulluqçusu və rəhbər vəzifələrdə uğurla xidmət edirlər. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusunda 329 qadın zabit və gizir, 1602 qadın müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidmət edir. 10.2018 qadın mülki işçi çalışır. Daxili İşlər Nazirliyində 4134 qadın xidmət edir ki, bu da şəxsi heyətin 10%-ni təşkil edir. Onlardan 64 nəfəri rəhbər vəzifədədir. Dövlət Təhlükəsizliyi xidmətində əməkdaşların 22%, Dövlət Sərhəd xidmətində 13%, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində isə ümumi heyətin 32%-i qadınlardan ibarətdir. Bu göstəricilər qadınların ölkənin müdafiə və təhlükəsizlik sistemində rolunun getdikcə daha da gücləndiyini göstərir.